Bakıxanov qəsəbəsində dəyərli izləyicilərimiz, çox gözəl bir mənzilimiz satışa çıxır. Bakıxanov qəsəbəsinin tam mərkəzi, Heydər Əliyev adına parkın yanı, Park Plus Ticarət Mərkəzinin yanı, belə deyim də, dəyərli izləyicilərim, Neftçilər metro stansiyasına gedən yola 50 metr, həyətin görürsə dostlar, geniş həyəti var, 9 mərtəbəli binadır. Mənzil 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Dostlar, mənzilimiz təmirsizdir, amma qiyməti çox münasibdir. Kiyev layihə, orta blok, məhəlləsi abaddır, gördüyünüz kimi. İnfrastruktura söz ola bilməz, marketləridir, Park Plus Ticarət Mərkəzi, Heydər Əliyev adına park, Neftçilərə gedən yol, məktəb 74 saylı məktəb, 252 saylı məktəb. Yəni, əziz dostlar, infrastrukturun tam mərkəzidir. Yəni, Lazimi, Bakıxanov qəsəbəsinin mərkəzi. Qiymət də münasibdir, 160 min manata, dostlar, dəyəri başdan deyirəm. Təmirsiz evdir, al özün təmir elə. 160 min manata. Qiymətdə simvolik endirim olacaq, yəni cüzi. 2 otaqlı mənzilin qiymətidir. Bakıxanov qəsəbəsində 2 otaqlı mənzillər 140, 145, 150, yəni təmirli mənzillərin qiyməti budur. Ərazini, yəni bu ərazidə yaşayanlar yaxşı bilir. İndi isə dostlar, istəyirəm mənzili sizin üçün təqdim edin. Başlayaq. Əziz qardaşım, başlayaq. Dəyərli izləyicilərimiz, mənzilin içindəyik. 9 mərtəbəli binanın 6-cı mərtəbəsi orta blok, Kiyev layihə, Bakıxanov qəsəbəsinin tam mərkəzi. Ərazini tam olaraq sizin üçün təqdim etmişəm. Bura mənzilin xol hissəsi, dəyərli izləyicilərimiz. Xoldan otaqlara bölünür. İlk öncə zal hissəsini göstərin. Gəlir qardaşım. Belə geniş bir zalı var. Burada eyvan hissəsi olub, açılıb qatılıb, əziz dostlar. Otaq bölünür. Əziz dostlar, mənzilin bu hissəsi ola bilər, baxarsınız, belə deyim də, Fiat proyektində fikirləşərsiniz ki, otaqlar niyə hissədir? Yəni, otaqlar hissə deyil. Sadəcə olaraq proyekt evin bu hissəsindən bir balaca böyüdülür, otaqlar hissə üçün. Amma evin qapısını bu hissədən qoyub, otaqları, yəni bu hissədən qapını qoyub, otaqları ayırmaq mümkündür. Burada mənzilin dövlət otağı. Mənzil, dostlar, günvuran mənzildir, dediyim kimi. Pəncərədən də qardaş yüksək izləyicilərimiz baxsın. Binanın stilik sistemi mərkəzidir, yəni dövlətin stilik sistemi. Liftlər hamısı dəyişib, yenilənib. Gəl qardaş. Qanuni otaqdır, təmirsiz. Yəni təmirsiz mənzil axtaranlar üçün bir usta ki, müştərilərimiz zəng edirlər ki, ana, yəni qardaş, mərkəzdən istəyirəm, yola yaxın, razinin ən gözəl yer olsun. Yəni o mənzil, elə bu mənzili təqdim edirəm, əziz dostlar. Bakıxanov qəsəbəsinin mərkəzidir. Həm mərkəz, həm təmirsiz, yəni alıb, inşallah özünüz təmin etmək üçün ən gözəl variant. Gəl qardaşım. Hamam tualet, ham sayı, bəlkə sayı, yəni hissə bir yerdə deyil, qardaşlar. Mətbəx hissəsi, dəyərli izləyicilərimiz. Yəni bildiyiniz Kiyev proyekti, mətbəxin başında balkon hissəsini açıq qatmaq da olar, yəni bu qaydada da saxlaya bilərsiniz. Deyək qardaş, rəhmət onu çəkər. Balkonu mən götür, məhəlləsində yaxınları çıxarır. Gördüyünüz kimi Park Plus Ticarət Mərkəzidir. Məktəbdir, bağçadır, abad məhəllədir. Yəni hamısı, dostlar, bir sözlə Bakıxanov qəsəbəsinin mərkəzidir. Əziz dostlar, mənzilin qiyməti, dəyəri başdan demişdim, təqdimatda demişdim, yenə də qeyd edeyim, 160 min manat. Orada 1000-2000 manat endirim olacaq, simvolik. Real alıcılar üçün ən ideal variant. Kim təmirsiz mənzil axtarırsa, əlaqə saxlasın. Zənginizi gözləyirəm. Çox sağ olun.